Salam, hörmətli Hyundai sürücüləri və izləyiciləri. Bu günlər servisimizə 2023-cü il Hyundai Tucson markalı maşın yaxınlaşıb. Maşının yaxınlaşmaqda səbəbi, baxın, görürsünüz, start-stop düyməsini basırıq. Priborda rulun blokirovka hissəsini nasaz olduğunu bizə deyir. Baxın, bu blokirator budur, artıq onu sökmüşük. Amma bir şey deyim ki, heç bir sistemdə, SMK sistemində heç bir xəta, nasazlıq göstərmir. Biz indi onu emulyator vasitəsilə yoxlayacağıq. Baxın, bax, bu emulyator da onu elə bil ki, abman eləyir, aldadır. Onu qoşduq və maşını xodladıq. Gördüyünüz kimi problem həmin bu ehtiyat hissəsindədir. İnşallah onun yenisi ilə əvəz eləyəcəyik. Maşın normal qaydasında xodlanmağa, işləməyə başlayacaq. Bu qədər. İzlədiyinizə görə təşəkkür edirəm.